Əməkdar artist Mehriban Xanlarova ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə arasında davam edən gərginlik fonunda teatrın daha bir aktrisası əməkdar artist Münəvvər Əliyeva qurumun rəhbərliyinə qarşı çıxdı. O, Missiya TV-yə müsahibəsində Mehriban Xanlarovanı dəstəklədiyini vurğulayıb. Hamı bilir ki, Mehriban haqlıdır. Mehriban düz deyir. Bu olaylarla bağlı səhərə qədər yata bilmirəm. Mənə də o dönəmlərim o qədər zənglər gəldi ki, mən yazmışdım ki, teatrımızda repressiya dövrü davam edir. Sanki aktyorlar avtobus astanovkasında dayanıb gözləyir və bir avtobus gözləyir ki, gələcək öz sığınacağını yığacaq. Amma gələn adam gəlir, kimlə ona xoşdursa, kim özünə kölə edə bilərsə, onunla işləyir. Ay yox, qalanların da deyir, o bir tərəfdən gətirim, o bir sərnişinləri gətirir. Yenə teatr oturur gözləyir. Yenə də teatrın aktyorları 5 illə, 10 illə ömürlərini belə gözləyə hər müdiriyyətlə, hər bədii rəhbərlə ömrümüzü belə çürüdə getmişik. Bundan qabaq kim bədii rəhbər o gələrdi. Şəxsən mən onun da dövründə oturdum, gözlədim. Onda da repressiya dövr var idi. O da mənə gəldi, dedi ki, sən mənim aktyorum deyilsən, sən Mehribanın aktyorusan, filan kəs mənim aktyorum deyil, filan kəs. Amma mən o adamın heç olmasa üzünə tutdum, yaxasından dedim ki, bu nə deməkdir? Siz bu teatra gəlmişsiniz, mənim aktyorum deyilsiniz demək nə deməkdir? Siz Akademik Milli Dram Teatrına gəlmişsiniz. Əgər Akademik Milli Dram Teatrına gəlmişsinizsə, hamı sizin aktyorunuz olmalıyıq. Mən hələ belə bir dövr görməmişəm teatrda. Teatrda hər zaman onsuz da biraz azacıq repressiya dövrü olub da, amma bu dəfə bu lap qabarıq şəkildə çox yavını, görünən və dözülməz həddə gəldiyimiz zamandır. Biz belə şeylər görməmişik. Bu günlərim teatrda bütün aktyorlar qorxur, çəkilib kənara, hamı gizlənir, hamı təhqir olunur, hamı o adamdan zərbə görübdür, amma sustururlar. Kim səsini qaldırırsa qapı göstərilir. Bu Mehribana şamil olunan yazıları deyildi. Bu hamımıza yazılan yazılardır. Əməkdar artist sonda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının digər aktyorlarını da ayağa qalxmağa, öz sözünü açıq şəkildə deməyə, mübarizəyə çağırıb. Zərintac Mayıs qızı Heydər Həsənli, Missiya TV.